İngilis bölməsinə təhsil almaq üçün ümumi balınızdan asılı olmayaraq ingilislə minimum 15 bal toplamalısınız. Bəs ingilis bölməsi üzrə ödənişsiz təhsil üçün 15 bal kifayətdir? Xeyr, əgər siz ingilis dili üzrə ödənişsiz təhsil almaq istəyirsinizsə, bu halda minimum bal şərti 20 baldır. Bu bal esse ilə birlikdə götürülür. Bəs imtahanda sizin dediyiniz limitləri keçən, amma ingilis dili biliyi yetəri qədər güclü olmayan tələbələrə yenə də magistr ingilis bölməsi üzrə oxumağı məsləhət görərsiniz? Təbii ki, məsləhət görərəm. Ay bala, bu dili axır əvvəl öyrənmək lazımdır da. Yəni özünüzə bunu məcbur etmək üçün bir dənə seçiminiz qalıb hələ ki, o da magistr imtahanında ingilis bölməsi seçmək. Təbii ki, bu əziyyətli bir prosesdir, amma 2 ilin sonunda siz müəyyən qədər ingilis dilini artıq öyrənmiş olacaqsınız. Əgər ingilis dil biliyinizə güvənmirsinizsə, yay ərzində ingilis bölməsi seçən tələbələr üçün bazə dərslərimiz olacaq. Bura qoşulub özünüzü inkişaf etdirə bilərsiniz. Qalan məsələləri kommentdə danışarıq, acımışam.